Nərimanov rayonunda nəsillərin dialoqu, yeni perspektivlər və çağırışlar mövzusunda gənclərlə görüş keçirilib. Görüş Nərimanov rayon icra hakimiyyətinin təşəbbüsü ilə baş tutub. Tədbirdə Nərimanov rayon icra hakimiyyətinin başçısı İlgin Həbibullayev çıxış edərək dünyada baş verən mürəkkəb proseslər fonunda ölkəmizdə mövcud olan sabitlik və inkişafdan söz açıb. İlgin Həbibullayev bildirib ki, gənc nəsil bu həqiqətləri anlamalı və düzgün təhlil etməlidir. Dünyanın siyasi, iqtisadi landşaftı sürətlə dəyişir. Bəzi dövlətlər üçün nəinki sosial, iqtisadi problemlər, ekzistensiallıq problemi, onların varlığının təhlükə altında olması artıq böyük bir problemdir. Və Azərbaycan xalqı xoşbəxt xalqdır ki, belə bir dövrdə Azərbaycana möhtərəm cənab prezident kimi bir insan rəhbərliyi edir. Bu böyük tarixi şans və Azərbaycan xalqının xoşbəxtliyidir. Tədbirdə qeyd olunub ki, Azərbaycanın qələbəsi təkcə hərbi deyil, eyni zamanda iqtisadiyyatın, səmərəli dövlət idarəçiliyinin, cəmiyyətin sıx birliyinin nəticəsi idi. Məhəmməd Hadi deyirdi ki, bütün millətlər inkişaf eləyir və s. və s. Yox millətimin xətti boyu imzalar içində. Amma biz bugün çox böyük vüqarla, çox böyük bilirsiniz, nə qədər ürəyimiz qürurla dolur və deyirik ki, var millətimizin imzası bu imzalar içində var. Bu qələbədə şəhidlərimizin imzası əbədidir, danılmazdır. Dünya ictimaiyyətində Ermənistan ordusu haqqında yaranan mif qəhrəmanlarımızın sayəsində puç oldu. Oğluma qardaşım Azadın adını vermişik. Bu mənim üçün həm fəxr, həm də məsuliyyətdir. Çünki bir şəhid bacısı olaraq mənim üzərimə düşən vəzifə oğluma vətənin nə demək olduğunu öyrətməkdir. Mən bugün fəxr edirəm. Mən bugün fəxr edirəm ki, oğlum sözün əsl mənasında adı kimi azad torpaqlarımızda böyüyür. Tədbirdə digər çıxış edənlər gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirakına diqqət çəkərək Azərbaycan gəncliyinin bir yumruq kimi bugün dövlət başçısının ətrafında birləşdiyini bildirdilər.